Binəqədi rayonunda istismar müddətini başa vuran binalarda söküntü işlərinin aparılması planlaşdırılır. Sakinlərə kompensasiya təklif edilir. Amma məbləğ vətəndaşları qane etmir və bunu müəyyən amillərlə əsaslandırırlar. Məsələn, hesablayıblar ki, təklif edilən kompensasiya əsasında onlara ödəniləcək məbləğlə ev almaq çətin olacaq. Nə qədər kompensasiya təklif edilir ki, sakinlər belə düşünür? Baxaq. Binəqədi rayonu Dəmir yolu küçəsi 19 ünvanındayıq. Bura həmçinin Ağa Neymətullah küçəsi 13 ünvanında yerləşən və istismara yararsız olan binaların yaxın zamanda söküləcəyi planlaşdırılır. Qeyd edim ki, sözü gedən ünvanlarda layihə smeta sənədlərinin hazırlanmasına artıq start verilib. Yaxşı, bəs söküntü işləri nə vaxt aparılacaq? Reportaj boyu bu kimi suallara aydınlıq gətirməyə çalışacağıq. Sökülməsi planlaşdırılan binalarda yaşayan sakinlər deyir ki, təklif edilən kompensasiya onları qane etmir. Düşünürlər ki, həmin məbləğə yeni mənzil almaq çətin olacaq. İçdən içə ölüşdülər və qiymət də çox aşağı 1660 manatdan təklif edir. 1660 manatdan mən heç yerdən ev ala bilmirəm. Biz buradan çıxıb hara gedək? Onların verdiyi kompensasiya ilə. Şəhər salmadan gəlmişdilər. Deyildi ki, biz sizə 1660 manatdan kvadrat metri təklif eləyirik. Biz də deyirik ki, bəs Rəsulzadə qəsəbəsində elə deyil. Deyir ki, ala bilərsiniz də Hövsandan, Xırdalandan, yəni belə yerlərdən. Biz də axı nəyə görə oralara getməliyik? Ağa Neymətullah 13 ünvanında yaşayan sakinlər də təklif edilən kompensasiyadan narazıdır. 1660 manatdan pul verəcəyik sizə. 1660 manatda xanım bizi qane eləmir. Mənim evimdə cəmi 60 min pul edir. Mən 60 minə gedim nə alım? Buranın evin kvadratı 2500-dür. 2200, 2500. Bizə verin 1600. 1660 manata biz gedək hardan ev alıq. Aşağıdakılar deyir çıxıb. Aşağıdakıların artımları vardı çıxıb. Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirildi ki, ərazidə müvafiq qurumlar tərəfindən aparılmış ekspertiza nəticəsində qəzalı vəziyyətdə olduğu müəyyən edilən yaşayış binalarında mənzil sahələrinin dəqiqləşdirilməsi və inventarizasiya işləri başa çatıb. Mənzillərin faktiki sahəsinin hər kvadrat metri qiymətləndirici şirkətlərin təklifləri əsasında hesablanıb. Vətəndaşlara məlumat verilib. Mənzillərin mülkiyyətçiləri ilə notarial qaydada razılaşma müqavilələrinin bağlanması və onlara kompensasiyaların ödənilməsi prosesi davam etdirilir. Paralel olaraq həmin ərazilərdə söküntü işlərinin təşkili ilə bağlı layihə smeta sənədlərinin hazırlanması mərhələsi həyata keçirilir. Bu mərhələ başa çatdıqdan sonra söküntü işləri başlanılacaq. Qurumdan bildirildi ki, qüvvədə olan şəhərsalma norma və qaydaları çərçivəsində sözü gedən ünvanda yeni çoxmənzilli binanın tikintisi mümkün deyil. Məleyin Qlabla, Süqaybova, Ağabala Məmmədzadə, ATV Xəbər.